Salam, hörmət tamaşaçılar. Eldiniz TV efirdədir. Vətəndaş mövqeyinin qonağı, Hüquq Siyasəti və Dövlət Quruculuq Komitəsinin üzvü, millət vəkilimiz, dəyərli insan Mübariz Qurbanlıdır. Salam, Mübariz müəllim, xoş gəlmisiniz. Sabahınız xeyir, təşəkkür edirəm dəvətə görə. Təşəkkür edirəm dəvətimizi qəbul edib gəldiyiniz üçün. Mübariz müəllim, bilirsiniz ki, Biden'ın getməyə sayılı günlər qalıbdı. Yanvarın 14-də, axşam saatlarında Amerika Birləşmiş Ştatlarının dövlət katibi Blinkenlə Ermənistanın Xarici İşlər naziri Mirziyan müttəfiqlik sənədləri imzaladılar. Sual doğur, Amerikaya nə lazım idi? Biz Amerika Birləşmiş Ştatlarında siz qeyd elədiniz, yanvarın 20-sində Donald Trump and içmə mərasimini keçirəcək və bundan sonra artıq Donald Trump administrasiyası Amerika Birləşmiş Ştatlarını qarşıda 4 il müddətində idarə edəcək. Amerika Birləşmiş Ştatlarının əlbəttə siyasəti bütöv olur hər zaman, amma hər bir administrasiyanın da bu siyasətdə öz düzəlişləri olur. Bəzən bu siyasətlə bağlı başqa xətt həyata keçirilir. Aydındır ki, Donald Trump administrasiyasının həyata keçirəcəyi siyasətdə fərqliliklər özünü göstərəcək. Bu öncədən də məlum idi. Hələ prezident seçkiləri ərəfəsində debatlarda bu özünü göstərmişdi. Eyni zamanda prezident Donald Trump'ın açıqlamalarında bunlar özünü göstərdi. Onun formalaşdırdığı komanda üzvlərinin senatda müsahibə keçirlər, orada qaydalar belədir ki, orada müzakirə aparılır. O açıqlamalar zamanında biz bunu görməkdəyik. Amma Biden administrasiyası isə elə bir ki, növbəti illər üçün administrasiyanın problemlər yaratmaq və yaxud da ki, özünün müəyyən elədiyi siyasəti davam etdirməsinə nail olmaq üçün bu cür addımlar atmaqdadırlar. Bu tək Ermənistana aid deyil, başqa sahələrdə də biz görürük ki, elə qərarlar qəbul edirlər ki, bu az vaxt içərisində növbəti administrasiya həmin qərarları dərhal ləğv edə bilməz və yaxud da ki, onun üçün vaxt olacaq. Bəzi qərarlar var ki, onların ləğv olunması da müəyyən prosedurlar tələb eləyəcək. O ki, qaldı Biden administrasiyasının siyasətinə. Əlbəttə, Biden administrasiyası öz siyasətində həm Azərbaycanla bağlı siyasətində, həm Türkiyə ilə bağlı, bütövlükdə xarici siyasətində xeyli dərəcədə mən deyərdim ki, yanlışlıqlara yol verir. Amerika Birləşmiş Ştatlarının maraqlar baxımından da, o cümlədən bu bölgədəki hadisələr baxımından da, onların ermənilərə bağlılığı da aydın görünürdü. Elə Kamala Harris özü ermənilərlə sıx bağlı olan bir siyasətçi kimi tanınırdı. Biden'in özü də ermənilərlə münasibətləri də olduğu bəlli idi və açıqlamalarda da bunu göstərirdi. Qondarma soyqırım məsələsinə yanaşmada da onların açıqlamaları var idi. Əlbəttə, Biden administrasiyası bu bölgədə də, Cənubi Qafqazda da siyasətini həyata keçirərkən bir tərəfli qaydada erməni mövqeyini müdafiə edirdi. Və onlar eyni zamanda bilirsiniz, bu Amerika siyasətində belə bir xətt var. Amerikada təcridçilər var. Təcridçilər çox əvvəllərdən mövcud olub. Belə 19-cu əsrdə Amerika Birləşmiş Ştatlarında Monroe doktrinası deyilən bir doktrina var idi. Amerika Birləşmiş Ştatlarının prezidenti adından belə bir xarici siyasət elan edilmişdi. Onlar deyirlər ki, Amerika qitəsindən kənardakı hadisələrə müdaxilə etməməlidir. Amerika qitəsində olan hadisələr bizim üçün maraqlıdır. Okeandan o tərəfə prosesdən müdaxilə eləməməlidir və s. Buna bənzər fikirlər var idi. Bu Monroe doktrinası adlanır. Birinci Dünya müharibəsi, İkinci Dünya müharibəsi vaxtlarında da Amerikada müzakirələr gedirdi. Təcridçilər var idi. Avropanın işlərinə, dünya işlərinə qarışmaq tərəfdarları var idi. Təbii ki, Birinci Dünya müharibəsinə də Amerika Birləşmiş Ştatları qatıldı. İkinci Dünya müharibəsinə də qatıldı. Amma bu təcrid olunma məsələsi ki var, o mənada hələ də o ideyalar qalır. Məsələn, Amerikanı böyük Amerika siyasətini davam etdirəcəyini elan edən Donald Trump administrasiyası belə seviyor ki, dünyanın müxtəlif bölgələrində elə məsələlər var ki, Amerika onlara müdaxilə etməməlidir. Amerikanın özünün gücləndirilməsinə çalışmalıdır.
Bu cür söhbətlər vardır. Ona görə Donald Trump administrasiyasının, Biden administrasiyasının siyasətindən fərqliliyi görünəcək. Bir azdan sonra görünəcək. Və bu Ermənistana gəldikdə isə Ermənistan darmacalda elə bir ki, özü üçün yeni bir yer axtarır. Və bu ermənilərin xislətindədir. Və bu ermənilər tarixən hər zaman kiməsə sığınıblar. Həmin sığındıqları dairə, qrup, dövlət və s. zəiflədiyi zaman dərhal çevrilərək əks tərəfə yönəliblər və bunu biz orta əsrlərdə də görmüşük. Yəni bu ermənilər əvvəlki dövrlərdə də belə bir hərəkətlərə yol veriblər. Yəni harda güclü varsa ona sığınmaz. Vaxtilə Osmanlıya sığınmışdılar. Osmanlıda da deməli müəyyən görevlər tuta bilmişdilər və s. Amma Osmanlı zəifləyən kimi Çar Rusiyasına meyilləndilər və arxadan Osmanlıya zərbə vurdular. Bütün hallarda erməni xislətində biz bunu görməkdəyik. Həyatda da, məişətdə də belə olublar. Yəni ermənilərin Azərbaycanda yaşadığı dövrdə, bəli, milli xisləti, milli xüsusiyyəti və erməniçiliyin bir hiləgər formalarından biridir. İndi dünyada qlobal miqyasda proses gedir. Bu proses içərisində Rusiya-Ukrayna müharibəsi və Rusiyanın zəifləyəcəyi haqqında proqnozlar verilir. Hələlik bu proqnozlar özünü doğruldacaq, doğrultmayacaq, həyat bunu göstərəcək və bu hadisələr nə ilə nəticələnəcək, bunu da biz qarşıdakı illərdə görəcəyik. Amma erməni xisləti burada da özünü göstərir ki, dərhal güclü bir tərəfə meyillənmək, dərhal orada özünə bir sığınacaq axtarmaq və s. Ona görə də bu imzalanmış sənəd ki var, strateji tərəfdaşlıq haqqında, yüksək strateji tərəfdaşlıq haqqında. Əslində bu sənəd bizim Ermənistanla apardığımız sülh danışıqlarına da əngəl olacaq bir məsələdir. Bu eyni zamanda cənab prezidentimiz İlham Əliyevin bu günlərdə açıqlamaları olub. Bir neçə dəfə bu məsələ ilə bağlı. Həm Rusiya televiziyasına açıqlamalarında buna toxunmuşdu. Eyni zamanda yerli televiziya kanallarına müsahibəsinə toxunmuşdu. Bu bölgədə kənar dairələrin bu bölgənin işlərinə qarışması əslində bölgədə sülhə və əmin-amanlığa zərbə deməkdir. Ona görə bu əslində Ermənistanın bu bölgədə sülh prosesinə yenidən bir əngəl olmasının göstəricisidir. Bacım müəllim, eyni zamanda İran, Türkiyə, Rusiya mövqeyi necə olacaqdır? Bilirsiniz, İranla Rusiya arasında yüksək səviyyəli bir sənədin imzalanması gözlənilir. İndi ayın 17-sində İranın prezidentinin Rusiya səfəri haqqında məlumatlar gəlməkdədir. Bu səfər zamanında onlar müqavilə imzalamağı düşünürlər. Daha doğrusu belə bir müqavilənin layihəsi ortadadır. 47 maddədən ibarət bir layihədən söhbət gedir. O haqqında mətbuatda artıq məlumatlar vardır. Onlar da müttəfiqlik səviyyəsində bir sənəd imzalayacaqlar. Amma bütün hallarda əlbəttə Rusiya, İran, Türkiyə bu bölgənin aparıcı ölkələri olaraq, o cümlədən bu bölgənin ən aparıcı dövlətlərindən Azərbaycan bu məsələdə təbii ki, bunu məqbul hesab eləmirlər. Burada nə baş verir? Bu bölgədə üstəgəl 3 prinsipini Azərbaycan bəyan edib, cənab prezident bəyan edib. Bununla bağlı danışıqlar gedir. 3+3 budur ki, bölgədə 3 Qafqaz dövləti, Gürcüstan, Ermənistan, Azərbaycan, İran, Türkiyə və Rusiya. Bunlar İran, Rusiya, Türkiyə bu ölkələrlə sərhədlə bağlı olan ölkələrdir. İranın həm Gürcüstan, Azərbaycan, Türkiyə bunlar daha yaxın məsafə. Rusiya da eyni zamanda bölgə ölkəsidir. Bu ölkələr 3+3 bu bölgənin bütün məsələlərini birgə həll eləməlidir. Yəni bölgə dövlətləri özləri öz aralarında hər hansı bir münaqişə varsa, hər hansı problem varsa, layihələr varsa, bunları müzakirə edərək qərar qəbul etməlidirlər. Bu daha ideal, daha real bir məsələdir.
okean otayından və yaxud da Avropadan hansısa bir ölkənin buraya müdaxilə eləməsi əslində bu prosesə əngəl olur, mane olur. Məsələn, Fransanın bu bölgədə nə işi var? Belə sual vermək olar. Və yaxud da Avropa İttifaqının bu bölgədə nə işi var? Avropa İttifaqı öz ittifaqını yaradıb, öz üçün iqtisadi çətir, hərbi çətir müəyyənləşdirib, NATO-nu yaradıblar, NATO, Amerika başda olmaqla mövcuddur. Bu bölgədə bunlar gəlib müdaxilə eləyəndə aydındır ki, bölgədə tarazlığı pozurlar. Məsələn, bu Ermənistan sərhədində binokl diplomatiyası və yaxud da ki, binokl fitnəkarlığı adı altında indi onun sayında 200-dən artıq orada yerləşdiriblər. Bunun özü də bir cəsusluq mərkəzi kimi görünür. Bu da mane olur. O cümlədən indi Amerika Birləşmiş Ştatları ilə bir tərəfli qaydada Ermənistanın belə bir sənəd imzalaması, o cümlədən Amerika Birləşmiş Ştatlarının həmin sənədə uyğun olaraq Ermənistanın sərhədinlə də bağlı, müxtəlif məsələlərlə bağlı bura nümayəndələr göndərməsi və s. nəzərdə tutulur. Aydın məsələdir ki, bu bölgə dövlətlərinin maraqları ilə uzlaşmayacaq. Burada Rusiyanın, İranın, Türkiyənin, Azərbaycanın, Gürcüstanın maraqları var. Hər bir ölkənin maraqları öz təhlükəsizliyi ilə bağlıdır. Özünün deməli siyasəti ilə bağlıdır. Buna görə də aydındır ki, bu imzalanan sənəd bu bölgədəki sülh prosesinə ziyan vuracaqdır. O da aydındır ki, bu sənədlər heç də Ermənistanı tam şəkildə mühafizə etmək iqtidarında deyil. Vaxtilə bu cür sənədləri Ukrayna ilə də imzalayıblar. Vaxtilə bu cür sənədlər Gürcüstanla da imzalanıb. Və bu sənədlər imzalandıqdan sonra biz bu hadisələrin gedişatında bu sənədi imzalayan və bu cür sənədlərə imza qoyan dövlətlərin hansı addımlar atdığını da görürük və bunlar həmin ölkələrin təhlükəsizliyindən, deməli, sərhədlərinin toxunulmazlığına necə təsir göstərib, hansı prosesə təsir göstərib, bunları görməkdəyik. Ona görə də bu Ermənistanın imzaladığı bu sənəd Ermənistanda müəyyən dairələrin qərbə doğru sürətlə qaçış eləmək xətti kimi görünməkdədir və bu sürətli qaçış da istənilən nəticəni verməyəcəkdir. Bu bölgədə Azərbaycanın marağına nə ziddirsə, Azərbaycan onun əleyhinə olacaqdır və eyni zamanda bu bölgədə baş verən hadisələrdə bu bölgənin sülh, əmin-amanlıq, təhlükəsizlik, iqtisadi xarakterli məsələlərində Azərbaycansız nəyisə həll eləmək mümkün deyildir. Bu baxımdan bu imzalanan sənəd bölgədə sülhə, əmin-amanlığa o qədər də müsbət təsir göstərən sənəd deyil. Tramp hakimiyyətinə də bir problem yaratdı əslində Biden və eyni zamanda sərhədə həm Amerika, Fransa, Ermənistanı güclü hücum silahları ilə silahlandırır, təbii texnika, eyni zamanda adamlarını göndərəcək. Onda necə olacaq? Hər hansı bir bölgəyə başqa ölkələr müdaxilə edirsə, bölgə dövlətlərinin özünü həll etmək iqtidarında olduğu məsələlərə həmin bölgələrdə bu mütləq qarşıdurmanı daha da dərinləşdirir. Məsələn, Afrika qitəsində Fransanın vaxtilə müstəmləkələri olub. İndi də adalar var, müstəmləkələr hələ də saxlamaqdadır. Onların da milli azadlıq hərəkatına əngəl olur və xatırlayırsınızsa, burada hətta Azərbaycanı da ittiham eləyir və çox aciz bir vəziyyətdə durumda olduğunu Fransa hökuməti, Makron hökuməti bəyan eləyir ki, Azərbaycan bunların daxili işinə qarışır və s. Məsələn, o Afrika qitəsindəki hadisələrə də biz nəzər salanda görürük ki, xarici müdaxilələr o ölkələrin bir-biri ilə münasibətlərin tənzimlənməsinə əngəl olub. Fransa orada həmişə müdaxilə eləyib, müdaxilə elədiyinə görə də o ölkələrin öz sərhədləri çərçivəsində münasibətlərin tənzimlənməsinə mane olub. Bunun nəticəsidir ki, indi həmin Fransanın vaxtilə müstəmləkələri olmuş müstəqil dövlətlər bir-bir Fransanı oradan qovmaqdadırlar. Yəni Fransanın orada hər hansı bir əskəri qüvvəsi varsa çıxarırlar, bazası varsa çıxarırlar. Amerika Birləşmiş Ştatları da dünyanın bir çox ölkələrində hərbi bazalar saxlayır və s. Bu Ermənistana Amerika Birləşmiş Ştatlarının bu cür müdaxiləsi gələcəkdə
bu sənəd əsasında gəlişi və s. aydın məsələdir ki, bu bölgə ölkələrini tamamilə qıcıqlandıracaq. Və bu qıcıqlanmanın nəticəsində bu qarşıdurmaya gətirib çıxarmalıdır və qarşıdurmaya gətirib çıxardıqda isə yeni bir münaqişə ocağının yaranması demək olacaq. Əslində bu addımlar mən hesab edirəm ki, ümumi Rusiya və Amerika arasındakı Trump hökuməti ilə Rusiyanın hakimiyyəti arasında aparılan danışıqlarda və s. ümumi razılaşma əldə edilərsə, Ukraynada müharibə dayandırılarsa, müəyyən stabillik yaranarsa, Ermənistan bu zaman bu məsələlərdə aradan çıxmış bir bölgə olacaqdır. Heç kimə lazım olmayan bir bölgə. Çünki indiki şəraitdə Amerika siyasətində yeni bir plazdarm yaradaraq, elə bil ki, bunu da bu bölgə ölkələrinə qarşı istifadə eləmək istəyir. Söhbət təkcə burada Rusiyaya qarşı deyil, eyni zamanda İrana qarşı və s. istifadəki bir mənbə yaratmaq istəyir. Amma gələcəkdə ümumi razılaşmalar olanda artıq buna da ehtiyac qalmaya bilər. Amma hər halda yenə o məsələyə qayıdıram ki, bu atılan addım Biden hökumətinin, Biden administrasiyasının atdığı bu addım gələcəkdə Trump administrasiyasının buna necə yanaşacağını biz görəcəyik hər halda. Eyni zamanda Biden hakimiyyəti getməmişdən əvvəl Trump administrasiyası üçün gec partlayan minalar düzür. Və bu minaları düzür ki, bu problemlər yaradır onun üçün. Amma bunlar gələcəkdə necə olacaq, hansı addımlar atılacaq, bunları da biz görəcəyik. Amma hər halda bu addımın atılması burada Rusiya-Ermənistan münasibətlərinə böyük mənfi təsir göstərəcək. Azərbaycanla Ermənistan arasında sülh prosesinə mənfi təsir göstərəcək. O cümlədən İranla Ermənistan münasibətlərinə də öz təsirini göstərir. Aydın məsələ ki, Türkiyənin də burada maraqlarına zidd olan məsələlər var. Və bu baxımdan biz nəticə olaraq onu deyə bilərik ki, Ermənistan bu hərəkətləri ilə bölgədə bir fitnəkar addımları atan bir mərkəz kimi özünü nümayiş etdirməkdədir. Əslində Ermənistanın hakimiyyəti də, Ermənistanın dövləti də, Ermənistanın parlamenti də, məcəlləsi hamısı yalandan yorulmuş bir dövlətdir. Yəni o rəsmiyyəti də yoxdur. Bu bəllidir hər birimizə. Biz o tarixə o qədər də dərinliklərinə varsaq çox şey görərik. Orta çağda bu arealda, bu coğrafiyada biz erməni görmürük. Yəni bir erməni imzası yoxdur burada. Əgər eradan əvvəldən söhbət gedirsə, nə bilim, onların tarixində uydurduqları o ərazilərdən gəlirsə, orada da biz yenə də ermənilərin gah o tərəfə, gah bu tərəfə meyilləndiyini görürük. Özlərinin öz tarixində yazdıqları o tarixlərində də biz bunu görürük. O ki qaldı sonrakı dövrlərdə artıq ki, Çar Rusiyasının Qafqaza gəlişi və burada getdikcə genişlənməsi və bu zaman məhz Azərbaycan torpaqlarında İrəvan xanlığının ərazisində və Naxçıvan xanlığı da, İrəvan xanlığı da, Qarabağ xanlığı, bütün bizim bu xanlıqlar hamısı yarım müstəqil dövlətlər idi. Faktiki olaraq müstəqil dövlətlər idi. Yəni müstəqil siyasətləri var idi. Bəziləri asılı vəziyyətdə olduğuna görə dedim yarım müstəqil. Amma müstəqil, tam müstəqil siyasət yeridən dövlətlər idi. Ondan qabaq da burada olan Azərbaycan dövlətləri ki var, Azərbaycan sülalələrini yaratdığı dövlətlər, bunların hər birinin tarixdə izi var, Səfəvilərdir, Afşarlardır, Qacarlardır. İran dövlətinin idarəçiliyində rəhbər vəzifələrdə hamısında Azərbaycan sülaləsi nümayəndələri idi. Bu ərazilər də deməli müstəqilləşdikdən sonra Çar Rusiyasının bu ərazilərə gəlişi və bu ərazilərdə möhkəmlənməsi zamanı erməniləri köçürməklə buraya gətirərək bax həmin ərazilərdə dövlət yaratdılar. Dövlət yaratdılar. Dırnaqarası dövlət. Ona görə də İndi ermənilərin bu atdıqları ki, addımlar var, qərblə yaxınlaşmaq, Fransa ilə, Hindistanla. Əslində Hindistan qaçqınlarıdır ermənilər. Belə tarixçilər sübut edirlər ki, bəli, bu belədir. Hindistan qaçqınları. Rusiya mətbuatında siyasətçilər də bunu açıq söyləyirlər. Dəfələrlə deyiblər bunu, müxtəlif səviyyələrdə. Deyirlər ki, Ermənistanı biz yaratmışıq. Biz Çar Rusiyası yaradıbdı və bu Ermənistan adlı dövlət də olmayıbdı. Yəni bunu açıq söyləyirlər. Bu həqiqətdir. Bu ki, Ermənistanı bizim torpaqlarda yaradıblar. Həmin yaradılmış dövlət də
o dövrlərdən başlayaraq fitnəkarlıq eləyib, məsələn, Çar Rusiyasından sonra Sovetləşmə başlayanda və yaxud da ki, Azərbaycan Xalq Cümhuriyyəti yarananda orada da paytaxtları da yox idi, şəhərləri də yox idi. Hətta 3 ay onlar gözləyirlər, iddia edirlər Tiflis paytaxtları olsun. Belə bir faktlar ortadadır və Gürcülərlə də bu münaqişələr var idi və Xalq Cümhuriyyətinin o güzəştli addımı ki var idi, İrəvanı bunlara verdilər. Cəmi 9000 kvadrat kilometr əraziləri var idi onların. Sonra Sovetləşmə zamanı su istifadə elədilər, fürsətçilikdən yararlandılar. Azərbaycanın zəifləməsindən su istifadə edib ərazilərini 29000 kvadrat kilometrə çatdırıblar. Onu da hələ 30-cu illərdə Zəngəzur və Mehrini yenə də ələ keçiriblər. Yəni Azərbaycan torpaqlarında süni surətdə yaradılmış qondarma bir dövlətdir və bu dövlət indi də bu bölgədə müxtəlif güclərin əlində bir alət kimi istifadə olunmaqdadır. Hansı güclü tərəf olubsa bir alət kimi ondan istifadə edib. İndi də ermənilər düşünürlər ki, Amerika Birləşmiş Ştatlarına sığınmaqla, qərbə sığınmaqla burada mövqelərini möhkəmləndirə bilərlər. Amma hesab edirəm ki, yanılırlar. Çünki bu cür hərəkətlər bölgədə bütün dövlətlərin maraqlarına uyğun olmadığına görə istər-istəməz ermənilər burada təklənmiş vəziyyətdə qalacaqlar. Və hərbi terror təşkilatın son nəticəsi, mən deyərdim ki, və bu proses də Ermənistanın sonu olacaq. Belə də olmalıdır. Təşəkkür edirəm Cabbar müəllim. Çox sağ olun, var olun. Hörmətli tamaşaçılar, İlnews TV-nin qonağı Hüquq Siyasəti və Dövlət Quruculuq Komitəsinin üzvü millət vəkilimiz Mübariz Qurbanlı idi.